Hoş gördük əziz izləyicilər. Bugün biz sizinlə üç bacı dolması hazırlayacağıq. Bugün bizə biraz çəkilmiş ət, pomidor, biber, biz badımcan sevmədiyimizə görə kartoşkadan istifadə edəcəm mən. Sarı kök, duz, istiot və soğan lazım olacaq. Öncə soğanımızı doğrayacağıq. Gördüyünüz kimi artıq soğanımız hazırdır, doğranmış vəziyyətdədir. Yağ soğanımızı qovururuq, biraz qovururuq, sonra ətini əlavə edəcəyik. Yağ soğan qovrulana qədər gəlin pomidorumuzun içini təmizləyək. Gördüyünüz kimi kartoşkanı iki hissəyə bölürəm və içini ovmağa başlayıram. Soğanımız artıq qovrulmuş vəziyyətdədir biraz da olsa və ətimizi, çəkilmiş ətimizi əlavə edirik. Doldurduqdan sonra tuzumuzu, sarı kök və istiotumuzu əlavə edirik. Və yaxşıca qarışdırırıq. Kartoşkamızın içini tullamıram. Ətimizi əlavə edirik. Zövqə uyğun mən pomidor, biberlərin də içini duzlayıb, istiotlayıb, sarı kökləyirəm. İçimiz artıq hazır olduğuna görə artıq pomidorlarımızı doldura bilərik. Gördüyünüz kimi artıq üç bacımız hazırdır və biraz yağ əlavə edirik üstünə. Pomidorun suyunu əlavə edirik. Və yarım stəkandan çox az su əlavə edirik. Gördüyünüz kimi artıq yeməyimiz hazırdır. Yeməyimiz hazırdır əziz dostlar. Sonda səsi gələn balaca qonağımızı da sizə təqdim eləmək istəyirəm.